Kəndimizdə yaz işləri vloquna xoş gəldiniz. Yağan yağışlardan sonra baxın görün nə qədər çox alaq otlar çıxıb. Bu lazımsız otları əl ilə belə kökündən çıxartmaq lazımdır. Yoxsa çox sürətlə yayılıb güllərə ziyan verəcəklər. Eyni zamanda güllərin gözəlliyini itirirlər. Bu iş sadə görünsə də olduqca yorucudur. Burada isə gülü yox, əslində təmizləməli olduğum yeri göstərirəm. Sonra isə qaynanam toxumdan bitən güllərinin yerini dəyişmək qərarı aldı. Birinci onları ehtiyatla kökündən çıxartdıq. Sonra əkmək istədiyimiz yeri hazırladıq. Qaynanam gülləri çox sevir. Hər birini sevgi ilə, diqqətlə öz yerinə yerləşdirdi. Allah ona can sağlığı versin. Versin ki, hər il həyətə istədiyi güllərdən əkə bilsin. Güllərin hər birini yerləşdirib sonda can suyunu da verdik. Kaş bu işlər hamısı elə bu bir dəqiqəyə sığacaq qədər qısa və rahat olsaydı. Bəs siz həyətinizi lazımsız otlardan necə qoruyursunuz? Dərman istifadə edirsiniz, yoxsa siz də mənim kimi əli ilə təmizləyirsiniz? Rəylərdə yazın.